Baxaq. Bax, şəkildə bizə əvəzedici qüvvəni tapmağımızı istəyir. Baxırıq ki, 15, 15. Bunlar nə edib? İkisi də eyni istiqamətdədir, elə deyilmi? Eyni istiqamətli olanda, deməli, toplamalıyıq. 15 plus 15, deməli, sağa bir 30 newtonluq qüvvə təsir eləyir. Bir baxırıq ki, sola da bir nə var? 15 newtonluq qüvvə var. Deməli, bunlar da yenə öz-özünə əksdirlər. 30-dan da 15 çıxanda nə edəcək? 15 newton qalır və nə edəcək? İndi istiqaməti biz tapanda böyük qüvvədən istiqamətində deyirik də, elə deyilmi? Əvəzləyici qüvvəni tapanda biz istiqaməti bilmək üçün həmişə böyük qüvvənin istiqamətinə baxırıq. Biz baxdıq ki, bu 30 newton sağa idi. Ona görə bu 15 newtonu da çıxanda, yəni 30-dan 15 çıxdı, 15 newton aldıq və deyirik ki, 15 newton sağa doğru, yəni əvəzləyici qüvvəmiz 15 newtondur və sağa istiqamətindədir.